Deməli uşaqlar, biz keçən dəfə sonuncu burada qalmışdıq. Burada bir mexaniki səhvə yol vermişik. Mən onu yorumlarda qeyd eləmişəm. Biz burada 5 vektor var. 5 vektor var. 5 vektorun əvəzləyicisini, yəni 5 vektorun cəmini hesablayın deyir burada. Biz də bilirik ki, vektorları cəmləmək üçün onları birincini olduğu kimi saxlayırıq, ikincinin başlanğıcını birincinin sonuna, üçüncünün başlanğıcını ikincinin sonuna və belə vektorları düzəcəyik və cəm vektor hansı olacaq? Birincinin başlanğıcından sonuncunun sonuna çəkilmiş vektor, cəm vektor olacaqdır. Biz də baxırıq ki, baxın, burada hazır düzülür. Məsəl üçün, bir vektoru, ikincinin vektoru birincinin başlanğıcı, üçüncünün vektoru ikincinin başlanğıcı, dördüncü vektor üçüncünün başlanğıcına, yəni başlanğıcı üçüncünün sonuna və nəhayət yenə də beşinci vektorda düzülüb. Beşinci vektorun başlanğıcı dördüncünün sonuna və cəm vektoru hansıdır? Nə demişdik? Birincinin başlanğıcı bura, sonuncunun sonu haradır? Eyni nöqtə. Burada uzunluq yoxdur, burada məsafə yoxdur. Ona görə də əvəzləyici bu vektorların cəmi neçə olacaq? 0 olacaqdır. Yəni siz danışsınız ki, bu vektorların əvəzləyicisi, yəni cəmi neçə olacaq? 0 olacaqdır. Onda biz deyə bilərik ki, nə zaman vektorun cəmi 0 olar? Əgər birincinin başlanğıcı ilə sonuncunun sonu üst-üstə düşərsə, bu vektorların cəmi 0 olur. Uşaqlar, artıq davam edirik. Fizika fənninə giriş. Fizika təbiətdə baş verən hadisələri öyrənən bir elmdir. Fizikada bu bölmələrdən danışacağıq. Ümumi fizikadan, mexanika, molekulyar fizika, elektrodinamika, optika, atom fizikası. Ümumiyyətlə, niyə fizikanı öyrənirlər? Əslində, fizikanın həyatımızda rolu nədir ki, biz onu öyrənməyə məcbur oluruq? Və bir neçəsini mən burada qeyd eləmişəm. Məsələn ki, müasir texnologiyaların yaradılmasının əsasını fizika təşkil edir. Nə qədər texnologiya görürsünüzsə, bütün texnologiyaların əsasını nə təşkil edir? Fizika təşkil edir. Tibbdə diaqnostika və ya müalicə üsullarının inkişafına kömək edir. Məsələn, maqnit rezonans, rentgen diaqnostikaları, maqnit rezonans diaqnostikaları, ümumiyyətlə bir neçə, demək olar ki, 99% bütün bu aparatlar, bu cihazlar, tibbdə istifadə olunan cihazlar hamısı nəyə əsaslanır? Fizika qanunlarına əsaslanır. Yəni, həqiqətən də bizim bir səbəbimiz var bu fizikanı öyrənmək üçün. Onu demək istəyirəm. Yaxşı, birinci bölmə nə demişdik? Mexanika. Mexanikanın neçə bölmə öyrənəcək bu mexanikada? Demək olar ki, biz bu mexanika bölməsi birinci hissənin hamısı mexanika bölməsidir. Artıq ikinci hissə artıq mexanikadan çıxırıq, elektrodinamikaya başlayırıq. Ona görə də birinci hissənin əsası biz nə öyrənəcəyik? Kinematika, dinamika, statika, mayelərin və qazların mexanikası, hidrostatika və ya hidrodinamika. İş, enerji öyrənəcəyik orada və güc, impuls və cisimlərin toqquşmalarından danışırıq. Birincidən elə başlayacaq nə? Kinematika. Ümumiyyətlə, kinematika nəyi öyrənir? Hərəkətin səbəbini yox, hərəkətin səbəbini öyrənmir və necə hərəkət etdiyini öyrənir. Yəni, tutalım ki, hərəkət necə hərəkətdir? Dəyişən sürətli hərəkətdirmi? Yoxsa bərabər sürətli hərəkətdirmi? Yəni, hərəkət necə hərəkətdir öyrənir, amma biz bu bölmədə deməyəcək ki, niyə bu dəyişən sürətli hərəkət elədi, niyə bərabər sürətli hərəkət elədi? Biz onlara deməyəcək. Bunun cavabı harada olacaq? Dinamikada. İkinci bölmədə, yəni mexanikanın ikinci bölməsində dinamika. Vaxt bilməyək, kinematikada öyrənən
anlayışlara bax. Məsələn 7-8 hardasa anlayış öyrənəcəyik bu gün. Deməli birinci mexaniki hərəkət. Ümumiyyətlə nədir mexaniki hərəkət? Hərəkət ümumiyyətlə nədir? Hərəkət cismin fəzada başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsidir. Baxın, mexaniki hərəkət nədir? Cismin fəzada başqa cisimlərə və yaxud başqa nöqtələrə nəzərən vəziyyətinin nəyidir? Dəyişməsidir. Məsələn ki, bunu necə görə bilərik? Tutalım ki, bir markeri düşünün. Baxın, belə əlimdəki bu marker. Bu markerin lövhə ilə olan məsafəsi deyək ki, nə qədər? Deyək ki, hər hansı bir, deyək ki, bir x qədərdir. Mən bunu hərəkətə gətirsəm, bu məsafə neyini? Dəyişir. Ona görə nə deyirik? Cismin başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsi nə adlanır? Hərəkət adlanır. İkinci, maddi nöqtə. Nədir maddi nöqtə? Ona biz baxaq. Maddi nöqtə, bunu da deyik biz, mexaniki hərəkətdə aşağıdakı növləri vardır. İrəliləmə, fırlanma və rəqsi hərəkət. Yəni, mexaniki hərəkətin deyək ki, 3 növünü öyrənəcəyik. Biz irəliləmə hərəkəti, bütün avtomobillər, yəni hərəkət edən bütün cisimlər nədir? Hərəkət edən elə deməyək, irəliləmə hərəkəti. Məsələn, avtomobil irəliləmə hərəkət edir, avtobus irəliləmə hərəkət edir. Amma yer kürəsi ətrafında fırlanma hərəkət edir, görürsünüz? Yer kürəsi ətrafında nə? Fırlanma hərəkət edir. Bəs rəqsi hərəkətə misal nə göstərə bilərik? Məsələn ki, yellənəcəyin hərəkəti rəqsi hərəkətdir. Rəqsi hərəkətə biz təkrarlanan hərəkət deyərik. Görürsünüz? Bir, irəliləmə hərəkəti, fırlanma hərəkəti. Məsələn ki, saat əqrəbləri, yerin öz oxu ətrafında fırlanması fırlanma hərəkətidir. Rəqsi hərəkətə nə misal göstərə bilərik? Biz yellənəcəyin hərəkətini misal göstərə bilərik. Maddi nöqtə, fikir verirsiniz, adından da bəllidir, maddi nöqtə nədir? Maddi nöqtə verilmiş şəraitdə ölçüsü nəzərə alınmayan cisimdir. Məsələn, Bakıdan Astaraya gedən avtomobili və yaxud günəşə görə yeri maddi nöqtə hesab etmək olar. Baxın, Bakıdan Astaraya gedən avtomobili, bir də Bakıdan Astaraya gedən avtomobili maddi nöqtə hesab etmək olar. Və yaxud günəşə görə yeri maddi nöqtə hesab etmək olar. Çatdıra bildim mi fikrimi? İndi bəzən suallar verir. Burada məsəl üçün verilmiş şəraitlə, yəni hər şəraitdə cisim maddi nöqtə hesab olunmaya bilər. Yəni hər şəraitdə maddi nöqtə hesab olunmur. Burada bunu demək istəyir. Nə deməkdir bu? Məsələn, düşünün özünüzü və səmada bir təyyarə hərəkət edir və sizə görə təyyarə maddi nöqtədir. Amma təyyarənin içində adam var, hər hansı bir, deyək ki, Əli var. Əliyə görə təyyarə maddi nöqtə deyil. Bax, görürsünüzmü? Baxın, siz durmusunuz yerdə, fəzada, yəni səmada bir təyyarə uçur və sizə görə təyyarə maddi nöqtədir. Amma təyyarənin içindəki adama görə təyyarə maddi nöqtə deyil. Şəraitdən asılıdır. Məsələ burasındadır. Hesablama sistemi. Ümumiyyətlə, mexaniki hərəkəti təsvir etmək üçün nə lazımdır bizə? Hesablama sistemləri lazımdır. Mexaniki hərəkəti təsvir etmək üçün hesablama sistemindən istifadə olunur. Hesablama sisteminə daxildir. Məsələn, hesablama cismi, koordinat sistemi, bir də zaman ölçən cihaz. 3 dənə. Bax, hesablama sisteminə daxildir. 3 dənə anlayış var. Hesablama cismi, koordinat sistemi, zaman ölçən cihaz. Nədir hesablama cismi? Cismin başqa, ümumiyyətlə, həmən hansı cismin hərəkəti, hansı cismə nəzərən öyrənilirsə, ona hesablama cismi deyilir. Yəni, bir cismin hərəkəti hansı cismə nəzərən öyrənilirsə, bu, daha doğrusu, hesablama cismidir. Misal üçün, mən evə gedirəm, düzdürmü? Onda burada mənim hərəkətimi nəyə görə siz izləyirsiniz? Evə görə. Mən evə tərəf gedirəm, görürsünüz? Ev burada nədir?
belə deyək, hesablama cismidir. Ya da ki, təyyarə İstanbula gedir. Onda biz təyyarəni nöqtə kimi düşürsək, onda İstanbula görə biz onu təsvir edəcəyik. Onda belə deyək ki, hesablama cismi burada nədir? İstanbul. Baxın, görürsünüz, təyyarənin hərəkəti İstanbula görə müəyyən edirik, təsvir edirik. Ona görə də təyyarənin belə deyək, hərəkətini İstanbula görə öyrəniriksə, həmən deyək ki, bu İstanbul burada hesablama cismidir deyə bilirik. Koordinat sistemi, məsəl üçün, koordinat sistemi qursa, məsəl üçün, belə bir koordinat sistemi qururuq, deyək ki, misal üçün, deyək ki, x koordinatı, bir də y, daha doğrusu, səhv yerini, y koordinatı, bir də x koordinatı. Məsəl üçün, A nöqtəsindən B nöqtəsinə, deyək ki, bura təyyarə başladı nə etməyə, deyək ki, hərəkət edir. Biz də onu təsvir edirik, koordinat sisteminə, baxın, görürsünüz. Buradan bura, o nə idi? Deyək ki, hərəkət trayektoriyası, deyək ki. Və koordinatla bu təyyarənin getdiyi yolunu biz görə bilərik. Necə görürük? Əslində, fikir verirsəz ki, biz görürdük ki, məsələn deyirəm, misal üçün deyirəm, məsələn ki, bunun A nöqtəsinin x koordinatı deyək ki, 40-dır, B nöqtəsinin x koordinatı deyək ki, 70-dir. A nöqtəsinin x koordinatı deyək ki, 30-dur, B nöqtəsinin y koordinatı deyək ki, 80-dir. Fikir verirsiniz. Onda biz AB-nin x üzrə nəyin? X üzrə, baxın, AB-nin x üzrə proyeksiyası bura nə qədərdir? 40-dan 70-ə, bura 30. Bir də y üzrə proyeksiyası 30-dan 80-ə, burada nədir? 50-dir. Onda mən təyyarənin nə qədər yol getdiyini, ya da nə qədər yer dəyişmə etdiyini mən buradan görürəm. Neçə olacaq? Pifaqor teoreminə görə, ya da istəyirsiniz mən buna 70 deyim, bura 40 olsun. Onda hipotenuz bizdə 50 deyək ki, metr olacaq. Əgər burada metrlərlə deyirsə. Olur. Baxın belə. Yəni, koordinat sistemi görürsünüzmü? Hərəkəti təsvir eləmək üçün nə lazım idi? Hesablama cismi, yəni İstanbul, yəni B nöqtəsinə görə, B nöqtəsi burada hesablama cismidir. Bir də koordinat sistemi. Koordinat sisteminə görə biz onun nə qədər yol getdiyini gördük. Bir də zaman ölçən cihaz lazımdır. Zaman ölçən cihaz nə üçün lazımdır? A-dan B-yə, yəni bu 50 metr yer dəyişməni hansı zamana belə deyək, hərəkət edib? Hansı müddətə A-dan B nöqtəsinə hərəkət edib? Onu biz görə bilirik. Deməli belə. Trayektoriya. Baxın, məsələ nədir? Burada, baxın, trayektoriya. Baxın, biz nə demişdik? Ümumi bunları biz bilməliyik ki, fizikaya başlanğıc edə bilək. Fizikada yer aldı, bilirsiniz yəni ki. Trayektoriya nədir? Trayektoriya mexaniki hərəkət zamanı maddi nöqtənin cızdığı yoldur. Məsələn, hərəkət zamanı maddi nöqtənin, yəni cismin cızdığı yol. Məsəl üçün, velosiped olsun maddi nöqtə, hərəkət edirsən, daha doğrusu cızdığı yol yox, cızdığı xəttdir. Trayektoriya zamanı maddi nöqtənin cızdığı xətt ya da cızdığı iz. Məsəl üçün, velosiped maddi nöqtə götürək, velosipedlə hərəkət edirsən və qayıdırsan, arxaya baxırsan, görürsən ki, velosipedin təkəri bir iz salır. Bax, ona biz trayektoriya deyəcək. Yəni, hərəkət zamanı cızılan iz nə olacaq? Trayektoriya adlanacaqdır. Biz görə bilirik. İkinci, yol. Bəs yol nədir? Həmən o izin uzunluğu, yəni trayektoriyanın uzunluğunu, arxaya baxdıq, o izi görürük. Bu izin uzunluğuna biz nə deyəcəyik? Yol deyəcəyik. Yol hansı hərflə işarə olunur? L ya da S hərfi ilə bu şərti olaraqdır. Vahidi də uzunluq olduğu üçün metrdir.
və metrdə beynəlxalq sistemdə əsas vahid olduğunu bilirsiniz. Skalyar kəmiyyətdir, bəli. Yol skalyar kəmiyyətdir. Xəttkeşlə ölçülə bilir, bəli, ölçülə bilər. Məsafə isə xəttkeşlə ölçülə bilər ya da ruletka ilə ölçülə bilər və ilə axır. Yer dəyişmə. Nədir yer dəyişmə? Yer dəyişmə isə maddi nöqtənin başlanğıc və son nöqtəsini birləşdirən nədir? Maddi nöqtənin başlanğıc və son nöqtəni birləşdirən istiqamətlənmiş düz xətt parçasının nəyidir? Uzunluğudur. Məsəl üçün, mən baxın, trayektoriyadan yer dəyişməyə qədər bunu bir şəkildə izah edəcəm. Məsələn, deyək ki, bir A nöqtəsi var, burada bir B nöqtəsidir və mən deyək ki, A nöqtəsindən B nöqtəsinə mən gəlirəm, deyək ki, baxın, fikir verirsəz, yəni ki, belə düşünək, A nöqtəsi buradadır, A nöqtəsi, bir də B nöqtəsinə gəlirəm, baxın, burada nədir? Burada istəyirsiniz, buna B deyək, buna da C deyək, görürsünüz. Bu, birinci olaraq, mənim A, C-yə görə mənim trayektoriyam, yəni izim, fikir verirsinizmi? Bir, sanki düzbucaqlının iki tərəfi. Görürsünüzmü? Elə bir ki, düzbucaqlı, üçbucaqlının iki katı. A-dan B-yə mən gedirəm, görürsünüzmü? Bir də B-dən C-yə gedirəm. Görürsünüz? Trayektoriyam nədir? Bax, bu izimin uzunluğudur. Yol nədir? Daha doğrusu, trayektoriya bu izdir. İz. Bu izin uzunluğuna biz deyəcək yol və başlanğıc nöqtə A, bir də son nöqtə C, bunları birləşdirən düz xətt parçasına da yerləşmə deyəcək. Məsələn, atıram bura. Bura AB məsafəsi 30 metr olsun, BC məsafəsi 40 metr olsun. Düzdür? Mənim yolum, izin uzunluğu, izin uzunluğu 30 plus 40. Yolum neçə oldu? 70 metr. Yəni 30 plus 40 metr, o da 70 metr. Yolumun uzunluğu oldu, deməli, 70 metr. Yer dəyişmə nədir? Başlanğıc və son nöqtəni birləşdirən, baxın, birləşdiririk. Düz xətt parçasının istiqamətlənmiş düz xətt parçasının nə idi uzunluğu? Bax, başlanğıcı sonu ilə birləşdirirəm. Bu xəttin uzunluğuna biz deyəcəyik yer dəyişmə. Onda bu xətti də bu düzbucaqlı, üçbucaqlı hipotenuzu olduğu üçün onda yer dəyişmə olacaq. Pifaqor teoreminə görə 50 metr. Görə bildinizmi? Məncə gördünüz. İndi məsələ nədir? Yol fikir verirsinizsə, yolu mən istiqamət götürmədim. Amma yer dəyişməni istiqamət götürdüm. Həm istiqaməti var yer dəyişmənin, həm də qiyməti var. Fikir verirsiniz, istiqamət göstərir. İstiqamət göstərirsə, yer dəyişmə vektorial kəmiyyətdir, yol isə skalyar kəmiyyətdir. Bunu biz görə bilirik, uşaqlar. Deməli, belə. Sürət, üçüncü, deməli, yer dəyişməyə baxdıq, sürətə baxaq. Sürət nədir? Sürət vahid zamanda cismin yerləşməsinə bərabər olan fiziki kəmiyyətdir. Ya da deyirik ki, vahid zamanda cismin getdiyi yola da deyə bilirik, sürət deyə bilirik. Və vahid zamanda S bölünsün T-dir və beynəlxalq sistemdə vahidi, baxın, yerləşmənin vahidi nə idi? Metr idi. Zamanın vahidi nədir? Saniyə. Onda sürətin vahidi nə olacaq? Metr bölünsün nə? Saniyə olacaqdır. Burada S və T yerdəyişmə və zaman. V isə sürətdir. Sürəti nə ilə ölçərik bəs? Təbii ki, hamısını düz sıra baxaram. Sürəti nə ilə ölçərik? Təbii ki. Sürəti yerdəyişməni ölçən cihaz xəttkeş ola bilər, bir də zamanı ölçən cihaz. Yəni, zaman ölçən, bir də uzunluq ölçən cihazla orta sürəti ölçə bilərik. Burada da məsəl üçün xəttkeş saniyə ölçən ya da ruletka saniyə ölçən ola bilir. İndi ani sürət spidometrlə ölçülür, onu ola bilir. O orta sürət deyil. Məsəl üçün, fiziki tərbiyə dərsində fiziki tərbiyə müəllimi sizin orta sürətinizi ölçür. Məsəl üçün, orta sürətinizi necə ölçür? Saniyə ölçən
deyək ki, izləyir sizi, deyir ki, 100 metr məsafəni, xəttkeşlə məsafəni ölçür 100 metr, saniyə ölçəndə də zamanı və sonda sizin sürətinizi ölçür, deyir sizə. Təcil. Təcil nədir? Təcil vahid zamanda sürətin dəyişməsi. Bax, bu vahid zamanda yer dəyişməyə bərabər olan fiziki kəmiyyətdir. Baxın, sürət. Təcil isə vahid zamanda sürətin dəyişməsi. Nədir? Vahid zamanda sürətin dəyişməsi. Təcil adlanır. Vahid zamanda sürət dəyişməsinə də delta V deyəcək. Delta V nədir? V çıx V0. V son sürət, V0 başlanğıc sürət, T nədir? Uşaqlar, təbii ki, zamandır. Vahidi nə olacaq bəs? Metr böl saniyə kvadratı olacaq. Görürsünüzmü? Niyə görə? Bütün vahidlər hardan gəlir? Düsturdan gəlir. Gözəl olur. Sürət vahidi nə idi? Demişdik yuxarıda. Metr böl saniyə. Zaman vahidi nədir? Saniyə. Metr böl saniyəni saniyəyə bölsəm, metr böl saniyə kvadratı verəcəkdir. Onu da görürsünüz. Təcili də saniyə, təcili də əslində sürət ölçən cihazla ölçə bilərik. Məsələn, saniyə ölçən və bir də xəttkeşlə və ya da ruletka ilə ölçə bilərik. Ya da ki, spidometr, bir də ani təcildə deyək ki, spidometr saniyə ölçənlə görə bilirik. Bir də təcili ölçən cihaz var, akselerometr. Akselerometr sözü cihaz var, onu təcili ölçür. Ümumiyyətlə, ingilis dilində səhv eləmirəmsə, acceleration təcil deməkdir. Cismin hərəkət zamanı. İndi sürəti öyrəndik, sonra koordinat nədir, ona baxaq. Cismin hərəkət zamanı onun koordinatı dəyişir. Deməli, cismin hərəkəti zamanı onun koordinatı dəyişir. Həqiqətən biz bayağı nümunələrdən yazdıq, elə mi? Hərəkət zamanı A-dan B-yə getdi, koordinatı dəyişir, görürük. Bu dəyişmə aşağıdakı düsturla istifadə olunur. X bərabərdir, x0 plus s. Burada x0 nədir? Başlanğıc koordinat, s yer dəyişmə, x də son koordinat. Son koordinat bərabərdir, başlanğıc koordinat plus yer dəyişmə. Yer dəyişmə isə cismin son və başlanğıc koordinatları arasında fərqdir. Həqiqətən də yer dəyişməni tapsa, s bərabərdir, x çıx, nə? x0 olduğunu biz buradan görə bilərik. Görə bilirsiniz. Məsələn, bunu biz bir nümunə ilə sizə demək istəyirəm. Yəni, bəsitdir. Sadəcə sizə çətin gələ bilər ilk öncədən. Baxın, x koordinat sistemidir. Məsəl üçün, burada olsun 0, burada olsun 2, burada olsun 4, burada olsun 6. Burada metrlərlə olsun. Düzdür? Deyək ki, cisim əvvəl hansı x0 başlanğıc koordinat deyil. Məsəl üçün, başlanğıc cisim A nöqtəsi, cisim burada olsun. Düzdür? Olsun. Sonra hərəkət zamanı gəlib hara? B nöqtəsinə. Fikir verirsiniz. Niyə? Hara gəlib? B nöqtəsinə. İndi əvvəl bura başlanğıc koordinat, başlanğıcı harada idi? Burada, başlanğıc anda. Bu da son anda, düzdür? Başlanğıc an, bir də son an. Başlanğıc anda olan yer, koordinat, başlanğıc koordinat, görürsünüz, buna biz x0 deyəcək. Son, nə deyəcək? X deyəcək. Görürsünüz mü? Baxın, başlanğıc koordinat x0 2-dir, son koordinat x6-dır. Fikir ver, 2-dən 6-ya qədər olan məsafə 4 metr deyilmi? Deməli, yer dəyişməsi nə qədər? 4 metr. Və biz ona görə deyirik ki, 4 bərabər, yəni s bərabər x çıx x0. Yəni 6 çıx 2 bərabərdir 4. Görürsünüz mü? Başlanğıc koordinat neçədir? Başlanğıc koordinat 2, son koordinat 6, onda s burada nədir? 4 metr olduğunu görürsünüz. Yəni, yer dəyişməni tapmaq istəyirsənsə, son koordinatdan başlanğıc koordinatdan çıxsan, təbii ki, əgər düz xəttli trayektoriyadırsa, onu biz tapa bilərik. Düz xəttli hərəkət edən cismin bir koordinatda, düz xəttli hərəkət edən cismi bir koordinatla, əyri xəttli hərəkət edən cismi isə müstəvi üzərində 2 koordinatla təsvir etmək olar. Baxın, nə anlama gəlir bu? Əgər cisim düz xətt gedirsə,
Onda onu bir koordinatla təsvir edəcək. Bir koordinatla təsvir edəcək. Nümunəni görə bilirik. Əgər müstəvi üzərində hərəkət edirsə, onda onu iki koordinatlı sistemlə hərəkət edə bilir. Yəni ki, əyri xətt, daha doğrusu, əyri xətt gedirsə, müstəvi üzərində düz xətt gedirsə, onda bir koordinat sistemi dəyişir. Əyri xəttlə hərəkət edirsə, hər iki koordinat dəyişir. Sübut edəcək bunu niyə? Məsələn, deyir ki, nümunədə hər iki qrafikdə cismin A, B, C nöqtələrinin koordinatlarını yazın, hansı koordinat sistemində bir koordinat oxu dəyişir. Baxın, hansı koordinat sistemində bir koordinat oxu dəyişir. Məsəl üçün, A-nın X, Y koordinatını yazacaq, B-nin, C-nin və burada da. Görürsünüzmü? Baxın, A-nın X-i neçədir bala? 2-dir. Baxın, A-nın X-i neçədir? 2-dir. 2, Y-2, 15. 2, 15. B-nin X-i 4, Y, 15. 4, 15. C-nin X-i 6, Y-2 də 15. Gördünüzmü? Görə bilirsiniz. İndi buna baxaraq, yenə də A-nın X-i də A koordinat başlanğıcında, hər ikisinin koordinat başlanğıcında yerləşdiyi üçün, hər X-i də 0, Y-2 də 0. B-nin X-i 5, Y-2 4, 5, 4. Bu da C olsun. C-nin X-i 9, bu da 8. 9 nə? 8. İndi buraya A-ya baxa. A-nın X-i neçədir? A-nın X-i haradadır? Koordinat başlanğıcında 0, Y-2 4, B-nin X-i 5, 3, 5, 3, C-nin X-i 8-dir, Y-2 isə 0-dır. 8, 0. Fikir verirsiniz? Və burada siz fikir verirsinizsə, hər iki koordinat burada dəyişir. Əvvəl Y-dir, baxın 0, 4, 8 olur. X 0, 5, 9, 0, 5, 8, 4, 3, 0. Amma burada hansı koordinat dəyişmir? Y koordinatı. Görürsünüz mü? Y koordinatı dəyişmir, amma X koordinatı gedir. A-dan B-yə, bax, düz xətt gedibsə, ona görə düz xəttli hərəkəti bir koordinat sistemi ilə təsvir etmək olar. Düz xəttli hərəkəti. Ona görə deyir ki, bayaqki cümlənin izahını düz xəttli hərəkət edən cismi bir koordinatla biz əvəzləyə bilərik. İndi sualınız olanda kommentariyalarda verərsiniz, anladınız ya da ki, fikrinizi deyərsiniz. Siz bu nümunələrdən hansı əsas nəticəni çıxartdınız? Hansı? Baxın, bunu sual verməlisiniz özünüzə. Və dedik ki, əgər bir koordinat dəyişirsə, digər koordinat dəyişmirsə, onda bu cisim düz xəttli hərəkət edir deyə bilirik. Ya da ki, düz xəttli hərəkət edən cismi bir koordinatla biz təsvir edə bilirik. İndi nümunələrə başlayırıq uşaqlar. Daha rahat olması, daha beynimizə oturması üçün. Birinci olaraq soruşur ki məndən, İstəyirsiniz, bunu da biraz da qaldırım bu formada. Deməli, birinci deyir ki, şəkildə A, B, C, D, Y, F trayektoriyası üzrə hərəkət edir cisim. Cismin getdiyi yolu və yerləşməni hesablayaq. Cavabı da metrlə. Deməli, A, cisim A'dan B'yə, B'dən C'yə, C'dən D'yə, D'dən Y-yə, bir də Y-dən F'ə bu trayektoriyanın gedib. Yəni, bunun izinin uzunluğu. Bu izlə gedib demək istəyir. Bax, nə demişdik? Trayektoriya nədir? İz deməkdir. A, B, C, D, Y, F izi ilə gedib. Və bu trayektoriyada olan cismin getdiyi yolu və yerləşməsini hesablayaq. Baxaq. Deməli, cismin getdiyi yolu tapmaq üçün nə edir? Yol, izin uzunluğu. Hələ izin uzunluğu. Baxaq. 10 metr, düzdür mü? 10, 16, bu da 12, 28, bu da 12, 40, buradan bura nə qədər? Bax, buradan bura uzunluğu, burada 10, bu da 12, 40, o da 22, 62 metr. Bir də deyirəm, baxın, yolu bir səhv eləməyək. 10,
plus 12 plus yenə də 12 plus bura 12, bura plus 22. 22 oldu. Deməli, deməli 24, 34, 46, 34, 46, 56 metr. 56 metr. Yol oldu nə qədər? 56. Yolu tapdıq, izin uzunluğu. Yer dəyişmə nədir? Yer dəyişmə nə edir uşaqlar? Başlanğıc və son nöqtəni birləşdirən düz xəttin uzunluğu. Başlanğıc A, son F, bunu birləşdirən düz xəttin uzunluğunu tapsaq, bu olacaq yer dəyişmə. Yəni, bu uzunluğu tapmaq üçün də bu uzunluğu tapsam mənə bəs kifayət edir. Baxın, görürsünüz mü? Bura 6-dır. Bax, görürsünüz mü? Buradan bura 12 deyil. O 12-nin yarısı 6 metr buradırsa, deməli, burada yarısı düşür. Bax, görürsünüz mü? Onda buranın uzunluğu nə qədərdir? 6 metr. Deməli, yer dəyişmə nə qədər oldu? 6 metr. Deməli, yol oldu 56 metr. Yer dəyişmə oldu 6 metr. Görürsünüz? Deməli, belə. Sonra, bu məsafəni cisim 2 dəqiqə 16 saniyə müddətində gedibsə, yəni cisim 2 dəqiqə 16 saniyə, yəni zamanı verib 2 dəqiqəni də saniyə çevirsək, 2 dəqiqə 16 saniyə, 2 dəqiqə 120, 136 saniyəli, 136 nə? Saniyə olduğunu bilirik. Və yola görə nəyi tapaq biz? Orta sürəti tapaq. Yola görə biz orta sürəti tapacağıq. Aha. Yola görə. Yola görə və yer dəyişmə görə sürət tapaq. Yola görə sürət nə olmalıdır? Yol böl zaman. Yer dəyişməyə görə orta sürət nədir? Yer dəyişmə böl zaman. Zaten zaman, onsuz da zaman 136. Deməli, burada olacaq. Zamanımız nə? 136 saniyə. Yol nə qədər idi? 56 metr. Görürsünüz mü? Tam ədəd çıxmır. Yəqin ki, burada yolu doğru hesablamamışıq uşaqlar. Yolu doğru hesablamamışıq. 10 metr, 16, bu da 12, 28, bu da 12, 40, bu da 40, o da 22, yol oldu 62 metr. 10, 16, baxın, yazıram, 10, plus 6, plus 12, plus yenə də 12, plus 12 plus 10, yəni 22. Deməli oldu 22, 34, 46, 56, 62 metr. Yol oldu nə qədər? 62 metr. Yer dəyişmədə 6 metr. Bəli, deməli yol böl zaman 62 metr bölünsün 136 saniyə. Bu da 62, tam ədəd çıxmır da, belə deyək də. Yəni ki, bir x deyək ki, metr bölünsün saniyə olur. Yer dəyişmə nədir? Yer dəyişmə də yer dəyişmə bölü zamanıdır. Yer dəyişməsi nə qədərdir? 6 metr bölünsün 136 saniyə. Bu da ki, bəllidir, görürsünüz. Bu da elə olduğu kimi, deyək ki, bu da y, bir metr, bir saniyə alır. Yəni, əsas öyrənəcəyiniz şey nədir burada? Yola görə sürəti istəyirsinizsə, yolu zamana bölün. Yer dəyişməyə görə sürəti istəyirsinizsə, yer dəyişməni zamana bölmək lazımdır. Aha, nümunə. Koordinat zaman qrafikində A cismi, deməli, koordinat zaman qrafikində cismin son və başlanğıc koordinatlarını, yer dəyişməsini və yolunu tapaq. Deməli, birinci, mən başlanğıc koordinat başlanğıc zamandadır. Məsəl üçün, sıfırıncı anda koordinatı neçədirsə, o başlanğıc koordinat. Məsələn, sıfırıncı an bura, koordinat 10. Onda mən deyə bilərəm ki,
başlanğıc koordinatı x0'ı 10 metrdir. 0-cı andakı koordinat. Görürsünüz? Hə. Və son koordinat deyir. Bax, son koordinat. Son koordinat da sonuncu. Baxın, 10-cu saniyədir. 10-cu saniyədəki koordinat, bax, fikir edin. Bu zaman oxudur, değil mi? Bu 10-cu saniyədir. Bəs koordinatı, bu nöqtənin x koordinatı neçədir? 0'dır. Onda son koordinatda biz nə deyəcəyik? 0 metr. Bəs nə idi yer dəyişmə? X çıx nə? X0. Son çıx başlanır. Yəni 0 çıxılsın 10. Bu da mənfi 10 metr. Yer dəyişmə mənfi qiymət ala bilir. Amma yol mənfi qiymət ala bilməz. Və yolu tapaq. Yol nədir? İzin uzunluğu. Onda izin uzunluğuna baxaq. Deməli, ondan hara gəlir? 10 koordinatdan hara gəlir? 30 koordinata. 20 metr. Sonra 30 koordinatdan 0 koordinata. O da 30 metr. Deməli, 20 metr buradan, 30 metr buradan. 50 metr. Deməli, yol nə qədər oldu? Bax, 10 koordinatdan hara? 30 koordinata. 20 metr. 30 koordinatdan 0 koordinata da plus 30 metr. Bu da yol da 50 metr oldu. Bax, fikir verirsiniz. Yol mənfi ola bilməz. Yol hərəkət zamanı 0 da ola bilməz. Amma yer dəyişmə hərəkət zamanı 0 olur. Yəni ki, irəlilərdə biz bunlarla rastlaşacağıq. Cismin yola və yer dəyişməyə görə sürəti təyin edilir. Nə idi yola görə sürət? Yola görə sürət nədir? Yol böl zaman. Baxın, yola görə sürət, yola görə sürət. Yol böl nə? Zaman. O da yolun nə qədər idi? Yolun 50 metr. Zaman 10 saniyə, yəni 50 metr bölünsün 10 saniyə. Bu da 5 metr böl saniyə. Yer dəyişməyə görə orta sürət nədir? Yer dəyişmə böl zaman. Nə? Yer dəyişmə böl, yer dəyişmə bölünsün zaman. Yer dəyişmə, bunu dəyişim istəyirsiniz. Yer dəyişmə böl nə? Zaman. O da yer dəyişmə nə dedik biz? Mənfi 10 metr bölünsün zaman da 10 saniyə. 10 saniyə zaman mənfi ola bilməz. Bu da mənfi 1 metr böl saniyə. Gördünüz mü? Yer dəyişmə bu olur. Görürsünüz, yer dəyişmə mənfi ola bilirsə, yer dəyişməyə görə sürət də mənfi ola bilir. Yol mənfi ola bilməz. Onsuz da zaman heç vaxt mənfi ola bilməz. Yol mənfi ola bilmədiyi üçün yola görə sürət də mənfi ola bilməz. Bunu biz buradan baxdıq. Hə, deməli, yola görə orta sürət 5 metr, yol böl zaman, yer dəyişmə görə orta sürət, yer dəyişmə böl zamandır. Özünüz həll edin deyir. İndi mən bunu özüm burada həll edirəm, sən də videonu saxla, özün həll et. Sonra cavaba baxarsan. Deməli, burada yenə də, deməli, nə vereyim? Deyir ki, yenə də başlanğıc, son anlarında koordinatlarını, yer dəyişməsini və yolunu tapaq. Sonra yenə də cismin yola və yer dəyişməyə görə sürəti tapaq. Deməli, başlanğıc an, 0-cı anda koordinatı, bax, hər ikisi, bu nöqtə nədir? Bu nöqtə hər ikisinin başlanğıc koordinatıdır, 0-dır. Deməli, bunun başlanğıc anda, başlanğıc koordinatda neçə olur? 0 olur. Və son koordinatda, bax, son koordinat bu nöqtədir. Bu nöqtə hansı zamanda olub? 5-ci saniyədə koordinat neçə olub? Deyək ki, 25. Deməli, son andakı koordinata deyəcəyik nə? Son koordinat. Yəni, x-ə nə deyəcək? 25 metr. Bax, görürsünüz mü? Başlanğıc anda, yəni 0-cı andakı koordinata deyəcəyik başlanğıc koordinat. Son andakı koordinata deyəcəyik, deməli, son koordinat. Və artıq düşünmədən yer dəyişməsini biz tapa bilərik. X çıx nə? X0, 25 çıx 0, o da 25 nə? Metr. Bu yer dəyişmə oldu. Yol nədir? Bu koordinatı izləyək, yolu tapaq. Məsələn, hara gedir? Baxın, bu nöqtə koordinat 0-dan hara düşüb? Yolu baxmaq üçün, ümumiyyətlə, məsafəni bilmək üçün bu oxa baxmalıyım, düzdürmü? Onda 0-cı anda neçə metr gedir bu? 20 metr, baxın bura, baxın 20 metr
2 saniyədə 20 metr gedir. Görürsünüz? 20 metr bura. Bir də bu hissədə neçə metr? 20-dən 25-ə 5 metr. Fikir verir misiniz? Deməli, buradan bura 20 metr. Bu hissəyə də biz nə deyəcəyik? 5 metr. Cəmin nə qədər yol gedib? 25 metr. Deməli, yolu oldu 20 plus 5 metr, o da 25 metr. Düzdür? O da düzdür. İndi ümumi zaman, hərəkət müddəti sıfırdan başlayıb hara doğru 5 saniyə. Onda ümumi zaman nədir? 5 saniyədir. Yola görə sürəti istəyirsə, onda yola görə yol böl zaman, yolum olacaqdır demişdik. 25 zaman 5, o da 5 metr böl saniyə. Yer dəyişməyə görə orta sürət, onda yer dəyişmə bölünsün nə? Zaman, yəni 5, teni yazıram. Yer dəyişməm nə qədər idi? 25 bölünsün. Aha. Aha. 25 bölünsün 5, o da ne verdi? 5 metr böl saniye. Bu mümkün değil. Çünkü eğri xətti hərəkətdir. Eğri xətti hərəkətdə qrafiklər doğru olmayabilir. Mesela ben bunu 15, 20 Bəli, doğru. Bu düz xətli getdiyi üçün, düz xətli olduğu üçün bəli, yol yerləşməyə bərabər ola bilər. Bu nə anlama gəlir? Deməli, 2 saniyədə adam nə qədər yol gedib? 20 metr. Növbəti 2-dən 5-ci saniyəyə 5 metr. Yəni, növbəti 3 saniyədə 5 metr gedib. Deməli, sürəti yavaş olub. Deməli, kiçik olub ki, 5 metr gedib, amma düz gedib. Düşünək, bəli, yola görə də, sürət də, yerləşməyə görə sürət də bərabər olub deyə bilərik. Yol böl zaman, yerləşmə böl zaman, yerləşməyə görə orta sürətdir, görə bilərik. Nümunə, sürət zaman qrafikində cismin başlanğıc sürətini V0 və son sürətini, baxın, başlanğıc sürəti, bu da, o da yazmamışıq, son sürətini və 8 saniyə ərzində sürət dəyişməsini və təcilini hesablayaq. Birinci olaraq başlanğıc sürət zamandır. Koordinat zamanda başlanğıc koordinat, başlanğıc anda ki koordinat idi. Başlanğıc sürət isə başlanğıc anda sürət olacaq. Yəni, 0-cı andakı sürət, T-nin də 0-ı, V-nin də 0-ı eyni oluşur. Ona görə başlanğıc sürətə, 0-cı andakı sürətə 0 deyəcək. 8-ci saniyədə, bax, 8 zaman oxudu. 8-ci saniyədəki sürət neçə oldu? 40 oldu, görürsünüz, 40 metr böl saniyə. Delta T-də, yəni 8 saniyədəki, bax, 8 saniyədəki delta V, yəni sürətin dəyişməsi 0 olub, 0-dan hara qalxıb 40-a. 8 saniyədə 0-dan 40-a çatıb. Ona görə bunun dəyişməsi 40 olacaqdır. Bunu göz görürük. Yəni də 40 metr böl saniyə. 8 saniyədəki A-ya biz baxaq, təcillə baxacaq. A da nəyə bərabərdir demişdik? Sürət dəyişməsi böl zamanın dəyişməsi. Sürətin dəyişməsi 40 metr böl saniyə. Zamanın dəyişməsi də 8. O da olacaq 5 metr böl saniyənin kvadratı. Və delta T 2-ci saniyədə, 4-cü saniyədə, 6-cı saniyədə təcilli tapaq. 2-ci saniyədəki təcili tapaq, 4-cü saniyədəki təcili tapaq, bir də 6-cı saniyədə təcili tapaq. Önəmli yerdir uşaqlar. Deməli, ümumiyyətlə təcil nəyə bərabərdir? Delta V böl delta T deyil. Bəli. İndi mən birinci, 2-ci saniyə bura düşür, bu nöqtə. 2-ci saniyədəki sürət dəyişməsi 10, zaman 2. Deməli, 2-ci saniyədəki təcil, sürət dəyişməsi nə qədər? Bax, 2-ci saniyədəki sürət dəyişməsi 10 bölünsün 2. Nə qədər elədi? 5.
Sonra 4-cü saniyədə. 4-cü saniyədə zaman dəyişməsi, yəni 4 olsun. Delta T 4. Bəs sürət 20. Başlanğıc sürət 0-dan 20. Yəni delta V 20/4. Bu da oldu 5. Sonra 6-cı saniyədə isə 6-cı saniyədə ki, sürət nə qədərdir? 30. 6-cı saniyədəki sürət delta V-si 30 bölünsün 6, yenə də 5. Bu nə anlama gəldi? Hər 2 saniyədə hər saniyədə təcil eynidir. Görürsünüz? Hər saniyədəki təcil eynidir. Bu nə anlama gəlir? Həqiqətən də delta V bölü delta T deyil. Sürət dəyişməsi, hər zaman dəyişməsi, eyni zaman dəyişməsində eyni sürət dəyişməsi varsa, bu təcili ilə bərabər olmalıdır. Çünki təcil nədir? Vahid zamanda sürətin dəyişməsidir. Eyni zamanda sürətin dəyişmələri eynidirsə digərlərdə də, onda təcil də eyni olur. Fikir verin, eyni zaman hər birinin üçün, baxın, 2-ci saniyə, 4-cü saniyə, 6-cı saniyə. 2-ci saniyədə sürətin dəyişməsi 10, 4-cü saniyədə sürətin dəyişməsi 20, 20/4, 6-cı saniyədə 30/4 və il axır. Burada nə öyrəndik? Sürət zaman qrafikində sürət zamanla düz mütənasib olsa, oradakı təcili bərabər təcilli olur. Gördünüzmü?